Onu bilin ki, eğer məhkəmə hazırlaşmaq istəyirsinizsə və ya hüquqi məsləhət almaq istəyirsinizsə, eyni zamanda iddia ərizəsi yazdırmaq istəyirsinizsə və ya digər ərizə yazdırmaq istəyirsinizsə, mənə müraciət edə bilərsiniz. Telefon nömrəm videonun uzaq yerində qeyd olunub YouTube kanalında. Eyni zamanda YouTube kanalının şot bölməsində istənilən videonun üzərində var. Yəni ki, belə deyək, hörmətli izləyici, elə bir suallar var ki, onun cavabını birin sual dediyim kimi verin. Və vətəndaşlar var ki, belə deyək, psixoloji cəhətdən hazırlaşır, deyir, gəlib bu sualı deyəcəm, belə deyəcəm, elə deyəcəm və gəlib belə deyək, məhkəmədə heç nə deyə bilmir. Sıxır. Psixoloji cəhətdən ona hazır olmaq lazımdır. İnsanlar onu bilməlidir. Eyni zamanda onu qeyd edin ki, əgər hakim sizə hansısa sual verirsə, bilmirsinizsə, ona cavab vermədən imtina etmə hüququ var. Yəni, imtina edə bilərsiniz. Nəzərə alın. Və birinci növbədə məhkəməyə verilmiş iş materialları var. Siz də vermişsiniz, qarşı tərəf də verib. Hakim onu işə tikib. Onunla tanış olun. Sonra suallara cavab verin. Hörmətli izləyici. Əsas məsələdən biri də budur. Nəzərə alın. Nəzərə alın ki, birinci növbədə iş materiallarına tanış olmaq lazımdır. Bir daha qeyd edirəm, qanunvericiliyə əsasən hakimə sual vermək qadağandır. Amma siz sual verməlisiniz ki, qarşı tərəfə verirsiniz. Hakim də məcbur olsun, sizə fikir bildirsin. Bəzi şəxslər deyir ki, hakim mənim məsələmə baxmalı. Niyə? Onu izah edin. Belə təsəvvür gətirin də, bilin ki, hakimin qabağına bir tərəf işə hazır edib qoyur ki, bir hazır yeməkdir. Bir də qalır, hakim onu uçsun. Yəni, ev məlumat verir. Digər tərəfsə, elə ki, hazır yemək vermir, onun yerinə ərzaqları verir, deyir, özün bir şey yiyir. Hakim də onu eləmir, deyir, nəyimə lazım. Hazır bu bir tərəf öz xeyrinə, istər iddiası olsun, istər cavabdeh olsun, istər zərər çəkmiş olsun, öz xeyrinə var məlumatları verib, mən də onu əsas götürüm, qərar qəbul edim. Onun nəyinə lazım axtarsın. Sadəcə, əmək lazımdır ki, siz verdiyiniz də məlumatda belə hazır xoya kimi olsun. Yəni, hər kim tərəfin məlumatını qəbul edə bilsin, nəzərə alın. Orada siz eləməlisiniz, suallarla, sənədlərlə. Bəzi adamlar elə ki, iddia ərizəsi yazdım, verdim və yaxud etirazı yazdım, verdim, ondan iş bitdi, yox. Əlavə sorğular verməsiniz, əlavə araşdırma almalısınız, əlavə axtar almalısınız, əlavə ekspertləri olmalıdır, əlavə şahid ifadəsi olmalıdır, əlavə video materialları ola bilər, səs yazıları ola bilər.